bir dəqiqə. Tamada, qardaş. Bizim axı xələtlərimiz qaldı, hədiyyələrimiz qaldı. Maestro, gəlsin xələt versin, bəyin anası. Gəlsin xələt versin, gəlin anası. Hələ bu? Bəli. Allah mübarək eləsin. Xalatınızı. Bizdən bir top. Bobik oğlumuza bir tenis topu. Hədiyyə. Sən ol bunlar bəyi it kimi oynadacaqlar. Baba bu. Bizdən də Jessica qızımıza bir dənə qızıl xalta. Xaltana da. Sən ol bunlar gəlini deyəsən it kimi qapıya bağlayacaqlar. Buna toyda. Buyur. Tamada qardaş, üzr istəyirəm. Rusiyadan bu oğlumuzun dayısı zəng eləyib. Bu bir dənə danış. Dayısı zəng eləyib. Bəli, məclisin bu dəmində Sibirin soyuq küçələrindən, tayqa meşələrindən bəyimizin dayısı qoşulmaq istəyir. Qoy o da öz ürək sözlərini desin. Çətindir, bəli, qardaş balasının toyun gömür. Buyur göbək, dayı eşidirik səni. Buyur. Bəli, Sibirdə isməmək mümkün yoxdur. Soyuqdur, donur. Dayını başa düşürəm, mən ümumiyyətlə bir insan kimi öz ibrətamiz hərəkətlərini götürdüm dayını. Mən başa düşdüm ki... Nə başa düşdün? Qardaş oğlun toyu dişmək olar, amma bu qədər it kimi hürənə qədər. Hə, Çox içib, həqiqətən çox içib.